Ədəbi yaradıcılığa 14 yaşından şeir yazmaqla başlayan Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan şəxsiyyətdir. Dumanlı Təbriz, Döyüşən şəhər, Gizli Bakı, Qılınc və Qələm kimi möhtəşəm əsərlərin müəllifi olan Məmməd Səid Ordubadinin yaradıcılığı dövründə də, müasir dövrümüzdə də oxunaqlı və aktualdır. Əziz kitab sevərlər, Məmməd Səid Ordubadinin Dumanlı Təbriz romanından kiçik bir hissə sizə təqdim etməklə bu romanın bütünlüklə sizə oxumağı tövsiyə edirəm. Buyurun qulaq asın. Biz Dərədizdən keçdikdə saldatlar yaş meyvə aparan bir kəndlinin yükünü dağıdırdı. Kəndli güc bala ilə səbətləri açıb yerə saldı və uzun qulağını bizləyib qaçdı. Gəzmə Kazaq dəstələrinə rast gəlirdik, onlar da kiçik karvanlara soxulur və naçay tələb edirdilər. 10 nəfərlik bir Kazaq dəstəsi faytonumuza yanaşdı. Bizi diqqətlə gözdən keçirdilər. Miss Hannanın və mənim İranlıya oxşamadığımızı görüb Ələkbər yoldaşa müraciət etdilər. Ey, Pers, ты Sattarxana знаешь? Ələkbər yoldaş rusca çox gözəl danışa bilirdi, lakin özünü bilməməzliyə vurub, mənim Səttarxan Məttərxan bilməz, mənim ərəseydən idiot, dedikdə Kazaq, Молодец, Pers, dayçı na çay, dedi. Yenə də Ələkbər yoldaş özünü bilməzliyə vuraraq dedi. Mən çay içməz, vina da içməz, araq da içməz, namaz rabatay, sən znayiş, mənim müsəlman. Kazaqlar əl çəkməyib naçay sözünü Ələkbər yoldaşa başqa bir üsulla qandırmağa başladılar. Birisi əlini döşünə qoyub dedi, sənin pul ver, mənim çay içər, patom gedər, Təbrizə gedər, kuda istər gedər. Bundan sonra Ələkbər yoldaş Kazaqları 5 qran İran parası ilə razı saldı.